Glukozamin məhsulu ilə bağlı da bir neçə sualları alıram. Ən çox aldığım sual odur ki, glukozamin məhsulunu tək istifadə edib oynaq arasındakı mayini gücləndirmək olarmı və yaxud da ki, oynaq problemlərini tamamilə aradan qaldırmaq olarmı? Ümumiyyətlə, bu sual mənə gələndə bəzi hallarda qəribə gəlir mənə. Çünki bu qida əlavəsidir, bu dərman deyil. Yəni, bunun tərkibi tam təbiidir. Və bu glukozaminləri, bu glukozamini digərlərindən fərqləndirən tərəf odur ki, bunun tərkibində özünün kalsiumu var və kollageni var. Yəni, bu məhsulun vətərlərin, bağların daha sürətli bərkiməsi üçün, oynaqlar arası mayenin keyfiyyətinin yaxşılaşdırılması üçün ideal bir vasitədir. Tam təbii tərkibli həm də digər orqanlara ziyan vurmadan. Yox, əgər sizin artıq oynaq-oynağa birləşibsə, arasındakı mayenin keyfiyyəti heç keyfiyyət qalmayıbsa ortada və yaxud da ki, əgər oynaq arasındakı mayedə azalma müşahidə olunursa, o zaman bunu istifadə edib onu qoruya bilərsiniz və davamlı istifadə edib bərpa edə bilərsiniz. Amma dediyim kimi, sümük-sümüyə oturubsa, artıq artrozun çox ciddi dərəcəsidirsə, onu təkcə glukozamindən dəyərli izləyicilərim, bunu üstə basa-basa deyirəm. Bununla tək istifadə edərək o şiddətli dərəcəni aradan qaldıra bilmərsiniz. Çünki bu qidadır, bu dərman deyil. Bunu istifadə edən şəxslər bilir ki, bu müəyyən bir yaşdan sonra və yaxud yaşlı insanlarda, orta yaşlı insanlarda qoruyucu bir vasitədir, təbii qida əlavəsidir, qidaya əlavədir. Əgər probleminiz ciddiləşibsə, ya onun tibet proqramını istifadə eləməlisiniz ümumi, ya da glukozamini davamlı qida rasionunuza əlavə edib həm bərpa üçün, həm qoruyucu vasitə kimi istifadə edə bilərsiniz.